İnternet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi qadağan olunacaq. Yeniavaz.com report istinadla xəbər verir ki, bununla bağlı informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna dəyişiklik təklif edilir. Qanun layihəsi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu və İnsan Hüquqları Komitələrinin birgə iclasında müzakirə olunub. Sənədə əsasən kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədənin hissələrinin insan əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan ediləcək. Həmçinin İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsinə yeni hissələr əlavə olunması ilə bağlı verilən təklifdə sosial şəbəkədə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsinə görə cərimə və cəzalar müəyyən edilir. Sənədə əsasən internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manata dək məbləğdə cərimə ediləcək. İşin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq. Təklifə əsasən nəzərdə tutulmuş xətanın inzibati tənbih almış şəxs tərəfindən inzibati tənbih vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində törədilməsinə görə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək. İşin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayədək müddətə inzibati həbs tətbiq olunacaq. Məcəlləyə əlavə edilən qeydə görə müvafiq maddələr həmin maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.